bizdə V-nin T-dən asılı qrafiki verilmişdir. Bu qrafikdə bizə qeyd eləyir ki, başlanğıc sürət, yəni Vx-dakı bu 8 başlanğıc sürətdir. Başlanğıc sürətimiz 8 metr böl saniyə. T-miz 4-dür. Bizdən təcilin proyeksiyasını hesablamamızı soruşur. Yəni təcil sual. Biz buradan necə hesablayacaq? Baxırıq ki, bizim başlanğıc sürətimiz 8-dir, amma son sürət, yəni 4-cü saniyədə artıq hərəkət dayanıb. Hərəkət dayandığına görə bilməliyik ki, V bərabərdir 0. Yəni son sürət 0 olub ki, hərəkət dayanıb. Təcilin düsturunu yazırıq. A bərabərdir V çıxılsın V0 bölünsün T. V'miz necə oldu? 0 çıxılsın V0 8, T'miz 4. Bərabərdir. Mənfi 8 bölünsün. Buradan yazıram. Mənfi 8 bölünsün 4. O da bərabərdir. Mənfi 2 metr böl saniyənin kvadratı. Sadəcə olaraq burada fikir verməli olduğumuz nüanslardan biri də odur ki, burada əgər bizə V-ni müsbət veribsə, hərəkət yavaşlayan hərəkətdirsə, mütləq şəkildə təcil onsuz da heç vaxt müsbət ola bilməz. Yavaşlayan hərəkətdir deyə V müsbət olanda A mənfi işarə olmalıdır.